بسم الله الرحمن الرحيم Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Salam əziz izləyicilər, hər birinizi xoş gördük. Mövzumuz Qur'an-ı Kərimin təfsir bəhsləridir ki, Leyl surəsini təfsir edirdik. Leyl surəsi haqqında bu 21 ayədən bir neçə nöqtələr istifadə olunur ki, onlara da xidmətinizə ərz eləyirəm. Birinci ayə budur ki, bu ayələr içərisində səyətəcənnəbuhəl əşqa ki, ayəsini səyətəcənnəbuhəl ətqa ki, ayədə qeyd olundu ki, təqvalı, ən təqvalı insanlar pisliklərdən uzaq olurlar. Fəxri Razi ki, əhl-i sünnə alimlərindəndir, təfsir eləyib ki, ətqa Əbu Bəkirə aiddir. Və deyir, şiyələr də deyir, Əli əleyhissalam haqqında nazil olubdur. Amma şiyələr bu məsələ üzərində çox da israrları yoxdur ki, ətqa Əli əleyhissalam haqqında nazil olubdur. O qədər ki, Fəxri Razinin israrı var, Əbu Bəkir haqqında nazil olmağa. Hətta burada şən-i nüzul ki, birinci cələsədə danışdıq, nəql elədik, o Əbu Ələd Həddahdır. Ayə açıq aşkar görsənir ki, o şəxs ki, getdi Peyğəmbərdən, o şəxs ki, Peyğəmbərin məsləhətləşdi, Əbu Ələd Həddah ki, getdi, ağacı aldı o bəxil şəxsdən, getdi Peyğəmbərə, aldığı ağacı dedi, ya Resulullah, bu ağac sənin, Peyğəmbər də onu verdi o fəqir şəxsə ki, uşaqları oradan xurma yeyəndə bu paxıl şəxs xurmanı vermirdi onlara. Və keçən cələsə biz bunu izah elədik. Yəni, cavab budur ki, Fəxri Raziyə, burada israr yoxdur ki, ayə illa və billah Əbu Bəkir və yaxud Əli əleyhissalam haqqında nazil olsun. Ayənin nazil olma səbəbi gün kimi aydındır ki, Əbu Ələd Həddaddır və bunu təfsiri Qurtubi də nəql eləyir və Sələbi də buna işarə eləyir ki, burada Qurtubi öz təfsirində İbn Abbasdan nəql edilir ki, bu tamam surə, Leyl surəsi ki, nazil olub, Əbu Ələd Həddah haqqında nazil olub ki, dastanını biz onun dedik. Amma burada Fəxri Razi ətqanı Əbu Bəkirə aid eləməklə ki, əşqa kəlməsi kimin haqqında nazil olub, o haqda bir söz demir. Əşqanı tapa bilmir və ona görə də hətta səhv eləmirəmsə Suyuti Ruhil Məanidə deyir ki, yəni onun bu sözləri qil o qalları çoxdur, yəni işqalatı çoxdur, çox da əhəmiyyət verməyibdir bu sözlərə ki, əşqa kimin haqqındadır. Necə ki, Şəms surəsində qeyd etmişdik, İzin bəəsə əşqaha ki, orada əşqa kəlməsindən məqsəd kim idi? Bunu Hakim Həsqani və Şəvahid-ü Tənzildə ki, əhl-i sünnə alimlərindəndir, o da nəql eləmişdi ki, Əli əleyhissalamın qatilinə aiddir. Amma burada onu əşqanın kim olduğunu Fəxri Razi də özü də deyə bilmir və sünnə alimlərin tərəfindən də görürsən ki, qınağa çevrilir və bu məsələyə bu qədər izah kifayətdir. Və həmçinin burada mali əhədin indəhu min ni'mətin tuczə elə bir şəxsdən söhbət gedirdi. Burada ömür boyu ziyafət verib, ömür boyu qonaqlıq verib, iftar veribdir və ömür boyu yaxşılıq və ehsan edibdir. Elə bir şəxs ki, minnət qoyulmur. Burada
bu ayə o zaman Əbu Bəkir haqqında düzgün, doğru gələr ki, burada Əbu Bəkir həyatı boyu infaq etmiş ola və həyatı boyu maddi baxımından infaq edə, ziyafətlər vermiş ola. Əgər tarixdə Fəxri Razi bunu sübut eləyə bilirsə, bəli, o zaman Əbu Bəkir haqqında nazil olmuş olur bu ayə. Yəni, bəzi vaxt israr yersizdir və bunun da bir neçə digər sünni təfsirçiləri də qardaşlar işarə eləyirlər. İkinci nöqtə ki, bu ayələrdən istifadə olunur, Allah yolunda infaq etməyin fəzilətidir. Və qeyd etdik ki, infaq elə bir şeydir ki, onu görən şəxs həmişə minnətsiz görür. Minnətsiz gördüyünə görə bir növ Allaha kömək etmiş olur. Allahın köməyinə ehtiyac o mənada deyil ki, Allahın bizim köməyə ehtiyacı. Xeyr, Allahın bəndələrinə kömək etmiş olur. Və Allah ayələrin birində buyurur ki, فَمَنْ يُقْرِزُ اللّٰهَ قَرْزًا حَسَنًا infaqı bir dənə borc ünvanlandırır. Deyirsən, bu dünyada ver bəndə. Mən o dünyada sənə qaytaracağım, özdə yüzaifhu, neçə bərabərini qaytaracağım. Eyni özünü yox, neçə bərabərini. Əgər biz bugün bir nəfərə deyək ki, mənə məsələn bir miqdar pul borc ver, məsələn, və o insan da sənə güvənir və deyəsən ki, 5 gün sonra, 10 gün sonra mən sənə 2 bərabərini verəcəm. Bilə fasilə verər, əgər pulu varsa. Bu odur ki, İslami rivayətlərdə də infaq çox, belə deyək, həvəsləndirilib, çox təşviqlənib insanlar, təşviq eləyibdir. İmam Baqir əleyhissalam buyurur ki, İnnə əhəbbəl ə'mali iləllahi idxalis sururi ələl mu'minin şub'atu muslimin əv qaza'u dəyni. Ən sevimli, həqiqətən ən sevimli əməllər Allah qarşısında o əməllərdir ki, idxalis sururi ələl mu'minin. Bir, möminləri sevindirəsən. İki, şub'atu muslimin, bir müsəlmana yemək verəsən, doyuzdurasan, əv qaza'i dəynin, ya onun borcunu qaytarasan. Bunlar hamısı insanı sıxıntıdan çıxartmağa işarədir. Bir insan sıxıntıda olur, sən onu sevindirirsən. İnsan sıxıntıda olur, doyuzdurursan, az olur. İnsan sıxıntıda olur, borcu olur və bu ödəyirsən. Və həqiqətən də ruh rahatçılığı insana nəsib olur. Bu ruh rahatçılığı bu dünyada hələ sənə behişdir ki, o dünyada da Allah Teala axirətdə də nə verəcək, neçə bərabər verəcək, özü bilir. Və yaxud digər bir hədisdə Həzrət Rəsullahdan nəql olunur ki, minəl əymanu husnul xolqi və it'amut təami və iraqətud dimai. İmanın nişanələrindən, əlamətlərindən biri yaxşı əxlaqdır. İki, it'am-ı təam etməkdir. Başqalarını doyuzdurmaqdır. Və üçüncü də Allah yolunda qurban kəsib, o qurbanın qanını tökməkdir. Və buralarda çox hədislər qeyd olunub və mən birini də zikr eləyim, ondan kifayətləneyim. Nəql olunur ki, bir gün bir nəfər Həzrət Rəsulullahın mininin, dəvəsinin, belə deyək, o kəndirini tutdu. Dedi ki, ya Rəsulallah, sənə sualım var. Peyğəmbər buyurdu ki, buyur, əyyuhəl ə'malu əfsəl. Hansı əməl daha fəzilətlidir? Peyğəmbər buyurdu, it'amut təam və ityabul kəlam. Peyğəmbər buyurdu ki, acı doydurmaq, camata yemək vermək və dilini şirin eləmək. Mümkündür, başqa rivayətlərdə də soruşular, nəql olunur Peyğəmbərdən ki, məsələn, ən fəzilətli əməl filan əməldir. Amma Peyğəmbər bu şəxsdə görəcəyi xüsusiyyətə
əsasən də buyurdu və sənə mənə də bu gün aid şamil olur. Ki, ən gözəl əməl hansı əməldir? Cəmaatı yedizdirmək. Təbii ki, varlığını yedizdirməkdən söhbət getmir ki. Ümumiyyətlə, varlığını belə yedizdirmək, belə deyək, insanlarda bir mehriban, məhəbbətlik əlaqəsi yaradır. İstəyir kasıblara xidmət olsun, istər varlara xidmət olsun, bir məhəbbət yaranır, bir ziyafət verməkdə, bir ehsanda. Görürsən ki, xoşhal olurlar bu ehsanda. Və odur ki, yemək vermək, yemək paylamağın özü, infaq etməyin özü xoşhallıq yaradır və ruhu aramlaşdırır, rahatlaşdırır. İnşallah Allaha ant verirəm, öz izzət və ehtiramına bizi də həqiqi Allah yolunda infaq eləyənlərdən qərar versin inşallah. Bizə bol ruzi nəsib eləsin və infaqı bizə yaxşı şəkildə Allah nəsib eləsin inşallah. Allah bu əziz ayın ehtiramına ibadət və itaətlərimizi ali dərəcədə qəbul eləsin inşallah. Vəssalamu aleykum cəmiən və rəhmətullahi və bərəkatuhu.